Salamünaleyküm. Bugünkü tələbəmiz Nərmindir. Nərmin salam. Sağ ol. Nərminlə döngələrimizi məşq eləyirik. Amma bir neçə dərsdir ki, əziyyət çəkirik bu döngələrdə. Hə Nərmin? Niyə? Azad sürət ver. Bax, buradan sağa dönürük. Bir bağlaca tələskinliyimiz var. Bax, xəttə bax. Gördün, bax, xəttə ortaladım bir daha. Xəttə çıxma, nə demişəm? Yol sənindir, baş yol znakımız var idi. Biraz geniş götür. Ay sağ ol, düz. Bax, bir daha görsən, yağışlı havalarda biraz çətindir. Bax, görsən, maşın yanır. Balaca sola yana keç. Ay yaşa. Nərmin, bax, qabaqdan yol ver znakımız var və biz sağa gedirik, yəni sağa yandırırsan, bu maşınlar yanan maşında ehtiyatlı ol. Burada sola baxırsan. Bax, gələn var. Polun əlbi döndər. Polunu, getdik. Getdik. Ay sağ ol. Ay yaşa. Bax, döndük, manevru bitirdik. Əlaçı. Biraz sağa meylən. Yandır sağa, zolaqlığı dəyişəcəksən sağa. Ay sağ ol. Bir daha burada bax, maşınlar parkovka dayanıb deyənə biz o yola tam girə bilmirik. Bax, indi qutardı, girdik yolumuza. Düz. Sürətimiz normaldır. 40-50 ilə gedirik. Belə havada artıq sürməyə də olmaz əslində. Düz geririk. Bax, baş yol znakımız var. Bax, dönənlər bizi gözləməlidir. Bax, görürsən, bax, dönəcək o maşın gözləyir. Çünki biz baş yoluq. Piyadalardan ehtiyatlı ol. Burada piyada keçidi yoxdur, amma görürsən, bax, cəmaat keçir. Düz geririk. Ay, sağ ol. Bax, son dərəcə, bax, belə şeylərdən ehtiyatlı olmalım. Yaxşı, Nərmin? Tamam. İnşallah. Öyrənəsən, hər şey yaxşı olacaq, ürəyi buz kimi saxla. Hər şey əla olacaq.